kifayətdir ki, insan öz xilqətinə baxsın. Necə ki, Allah subhanət hələ əmr edir. Buyurur ki, فَلْيَنْظُرُ الْاِنْسَانُ مِمَّا خُلِقْ İnsan bir nədən yarandığına baxsın. Allah Allah. فَلْيَنْظُرُ الْاِنْسَانُ مِمَّا خُلِقْ İnsan bir nədən yarandığına baxsın. Təsəvvürlə, hər gün güzgüdə özümüzü səliqəyə salırıq. Saçımızı darayırsan, saqqalını darayırsan və s. Və baxanda bir xatırlayırsan, Təbarəkallahu əhsənul xaliqin ayəsini. Yaradanların ən mübarək olan Allah nə gözəldir. Və həqiqətdə də belədir. Və düşün ki, Allah subhanət hələ bizi nədən xəlq edib? Hər kəs öz zehnində bir də nütfəni xatırlasın və indi dönüb özünə baxsın. Allahu Akbar. Yəni, təsəvvürə gətir ki, Allah subhanət hələ o nütfədən bir damla sudan bu görən gözləri, eşidən qulaqları, düşünən beyinləri, döyünən ürəkləri, tutan əl, yeriyən necə xəlq etdi? Yəni, insanın varlığı Allah subhanət hələ nəinki varlığına? Qüdrətinin və elminin nişanəsidir. Açıq aydın. Və insana deyəndə ki, Allah ibadət ilə deyir ki, mənlik deyil. Kimlikdir? Hələ sənlikdir. Allah subhanət hələ səni ona görə xəlq edib. Özünə ibadət üçün. Və təsəvvürlə insan dünyaya gəlir, ruzu da axtarmır. Ana südü hazırdır. Gör Allah subhanət hələ necə sistem, yəni bir proqramçısı. Və bu proqram heç kəsdə dəyişmir. Hər kəsdə eynidir. Hikmətindən ola bilər nəysə əksik, nəysə artıq. Hikmətindəndir. Amma qayda var. İstisnalar ümumi hökm dəyişməz. Və təsəvvürlə ki, insan dünyaya gəlir, ana südü hazırdır. Heç ruzu da axtarmırsan. Yaxşı, uşaq dünyaya gəlməmişdən qabaq niyə süd gəlmirdi? Çünki o süd anaya lazım deyil axı, uşağa lazımdır. Təsəvvürləyirsən, bunu insanlar düşünmür. Niyə? Çünki adətləmişik. Və insan bir şey görəndə, bir şey adət eləyəndə, o üçün adiləşir. Məsələn, insan hər gün özünü görür, hə? Amma Allahın qüdrətinin isbatı üçün özü kifayətdir. Vallahi. Yəni, sən indiki halıva və bir də yarandığın ilk ana bax və ortadakı fərqi gör. Sən təsəvvürlə ki, insan bədəndə olan damarlar ki var, hətta kapilyar damarlara can. Onları birləşdirsən, yer kürəsinin neçə dəfə dolanar. Allah subhanət hələ bütün bunların hamısını insan bədənində toplayır. Yer kürəsinin neçə dəfə dolanar. Hamısı insan bədənindədir. Heç ağırlıq deyiləmir.